Studiyamızın qonağı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və sadəcə olaraq Aspromonun icraçı direktorunun müşaviri Sevil xanım Yahyayevadır. Sevil xanım, xoş gördük sizi studiyamızda. Salam, xoş gördük. Və bugün biz Aspromonun fəaliyyəti ilə bağlı söhbət edəcəyik. Ümumiyyətcə, əvvəlcədən gəlin Asprom ilə bağlı danışaq. Agentlik hansı işləri görür, hansı xidmətlər göstərir? Bildiyiniz kimi Asprom 2003-cü ildə təsis edilmişdir və 2003-cü ildə fond olaraq yaradılıb. Daha sonra isə 2018-ci ildə möhtərəm cənab prezidentin fərmanı ilə fondun maddi-texniki bazasında Aspromu publik hüquqi şəxsi yaradılmışdır və o tarixdən bəri agentlik olaraq fəaliyyət göstərir. Dövlət agentliyi olaraq bizim əsas fəaliyyətimiz qeyri-neft ixracının stimullaşdırılmasıdır. Həmçinin də ölkəyə investisiyanın cəlbinə təşviq etməkdir. Bu məqsədlərə nail olmaq üçün ixrac bazarlarının genişləndirilməsi, Azərbaycan məhsullarının xarici ölkədə tanınması üçün müvafiq fərman var, hansının altındakı Made in Azərbaycan brendi təşviq olunur və bu fərmanda müəyyən mexanizmlər var ki, o mexanizmlərin icrası Aspromaya həvalə edilib. Bu mexanizmlərin sırasında alıcı və satıcı missiyalarını qeyd etmək olar, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, beynəlxalq sertifikatın alınmasında dəstək kimi mexanizmləri qeyd etmək olar. Həmçinin qeyd etmək istəyirəm ki, bu sözü gedən mexanizmların üstündə hal-hazırda müvafiq o normativ sənəd üstündə təkmilləşdirilmə işləri aparılır və həmin mexanizmlərə müəyyən düzəlişlər ediləcək və həmçinin də bəzi əlavə mexanizmlər əlavə olunacaq. Bunların içində ən əsası logistika subsidiyasını qeyd etmək istəyərdim. Bununla yanaşı biz təkcə Made in Azərbaycan əmtəə nişanının təşviqi deyil də həmçinin Aspromoya Made in Qarabağ, Heart of Azərbaycan və Ağdam şərabı əmtəə nişanları da məxsusdur. Son qeyd etdiyim iki əmtəə nişanı daha çox Qarabağ regionunda olan məhsulların mənşəyini İşğaldan azad olmuş ərazilərimizdə. Bəli, o ərazilərdə olan əmtəələrin mənşəyini və keyfiyyətini təbliğ etmək məqsədilə təsis edilmişdir. Ağdam şərabı əmtəə nişanı artıq istifadəyə verilmişdir və bunun müvafiq qaydası var ki, hansına ki sahibkarlar müraciət edərəkdən həmin əmtəə nişanından istifadə edə bilərlər. Made in Azərbaycan və Made in Qarabağ, Heart of Azərbaycan əmtəə nişanları isə qaydaları hal-hazırda tərəfimizdən hazırlanma mərhələsindədir. Bu qaydaları tərtib etməkdə əsas məqsədimiz qeyd olunan əmtəə nişanların həmçində keyfiyyət göstəricisi və keyfiyyət nişanlarına çevrilməsidir. Asprom olaraq bizim digər bir fəaliyyətimiz də investisiyaların təşviqidir. Dövlət agentliyi olaraq biz investisiyanın ölkəyə cəlb olunması üçün vahid pəncərə prinsipi əsasına fəaliyyət göstəririk. Yəni ölkəyə investisiya yatırmaq istəyən sahibkarlara ölkədəki investisiya imkanlarından, imtiyazlar barədə məlumat veririk və bizim funksiyamız təkcə ölkəyə investoru cəlb etməklə yekunlaşmır. Daha sonra da həmçinin ölkədə fəaliyyət göstərən investora aftercare dediyimiz sonradan qayğı funksiyasını da yerinə yetiririk. Həmçinin bu investisiya fəaliyyətimizlə bağlı bizim bu yaxınlarda artıq təsis edilmiş bir portalımız var, Invest in Azərbaycan Qovaz portalı və o portal vasitəsilə sahibkarlar ölkədəki investisiya mühiti barədə ətraflı məlumat əldə edə biləcəklər. Portal demək olar ki, artıq hazırdır, yalnızca onun əsasnaməsi hal-hazırda hazırlanır və təsdiq mərhələsini gözləyir. Həmçinin də qeyd etmək istəyərdim ki, elə bu ilin əvvəlində 22 yanvar tarixində Aspromo tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Hansı xidmətlərdir bunlar? Bəli, bu xidmətlər siyahısına beynəlxalq məlumatların təhlil edilərək, məsəl üçün hər hansı sahibkar xarici bazara məhsul satmaq istəyirsə, o bazarların potensial olub-olmaması, əlverişli olub-olmaması barədə sahibkarların sorğusu əsasında onlara məlumat təqdim etməkdir. Digər bir xidmətimiz də xarici bazarlara xidmət və ya məhsul ixrac etmək istəyən sahibkarlara təyinat ölkəsinin idxal qaydalarına bağlı məlumat təqdim etməkdir. Eyni zamanda daha əvvəl qeyd elədiyim bu əmtəə nişanlarının Aspromo tərəfindən verilməsi xidmətidir. Həmçinin də Aspromo əlaqələndirici funksiyanı yerinə yetirir və investorlar, ixracatçılar, hər hansı bir fiziki hüquqi şəxslərlə eyni zamanda da dövlət qurumları ilə əlaqələndirmə işini təşkil edir. Sevil xanım, ötən il ölkəmizin qeyri-neft ixracında və qeyri-neft sektorunda cəlb olunan
birbaşa xarici investisiyalarda hansı göstəricilər qeydə alınıbdır? Bu barədə zəhmət olmasa. İxrac və investisiya sahəsində müəyyən statistik rəqəmlərə toxunsaq, qeyd etmək istəyərdim ki, 2024-cü ildə əvvəlki illə müqayisədə ixracda artım müşahidə olunub və ümumi qeyri-neft sahəsindəki ixrac 3.4 milyard ABŞ dollarına çatmışdır və bu rəqəmi 5 milyard manatdan çox, yəni. Manat ekvivalenti ilə. Bəli, doğrudur və bu demək olar ki, yeni tarixi rekord hesab oluna bilər. Və qeyd etmək istəyərdim ki, ötən il ölkəmiz 112 ölkəyə qeyri-neft məhsulu ixrac edib. İxrac olunan məhsulların sırasında qızıl, pambıq, lifit, tomat, meşə fındığı, karbamid və xurma kimi məhsulları qeyd etmək olar. İnvestisiyalarla bağlı müvafiq rəqəmlərə toxunsaq isə 2024-cü ilin ilk 9 ayında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində investisiya cəlb olunub. Bu da əvvəlki illə müqayisədə 3% çoxdur. Amma ümumilikdə ötən il 4.5 milyard ABŞ dolları investisiya təşkil edib. Bu da illik müqayisədə 3.4% çoxdur. Azpromo 2024-cü ildə hansı beynəlxalq forumlar təşkil edib və hansı qlobal sərgilərdə yerli sahibkarların iştirakını təmin edib? Bəli, bizim digər bir fəaliyyətimiz də hansı ki, həm bizim ixrac, həm investisiya fəaliyyətimizi birləşdirən bir digər fəaliyyətimiz və onun təbliğinə kömək göstərən müvafiq beynəlxalq tədbirlərin, sərgilərin, forumların təşkilidir və ötən il Azpromo tərəfindən 16 biznes forum təşkil edilib. Təşkil olunan biznes forumlarının arasında Özbəkistan, Macarıstan, Türkiyə, Belarus, Latviya, Tacikistan kimi ölkələrlə həyata keçirilmiş biznes forumları qeyd etmək olar. Həmçinin hökumətlərarası forumları qeyd etsək, 12-ci Rusiya-Azərbaycan regionarası forum, 2-ci Azərbaycan-Özbəkistan regionarası forumu və 2-ci Azərbaycan Körfəz Əməkdaşlıq Şurası İqtisadi Forumu kimi tədbirləri qeyd etmək olar. Və bildiyiniz kimi geridə qoyduğumuz il COP29 tədbirinin keçirilməsi ilə yadda qalıb. Azpromo olaraq biz sözü gedən tədbir çərçivəsində bir sıra forumların və platformaların keçirilməsində fəal, aktiv iştirak etmişik. Həmçinin qeyd eləmək istəyərdim ki, elə il başlanandan bəri də, yəni tərəfimizdən artıq 3 biznes forum keçirilib. Bu Xorvatiya, Pakistan və İspaniya ilə bağlı biznes forumlar keçirilib və il ərzində də digər forumların keçirilməsi də nəzərdə tutulub. Bizim Made in Azərbaycan brendinin təşviqi üçün istifadə etdiyimiz mexanizmlərdən biri bu beynəlxalq yarmarkalarda və sərgilərdə vahid ölkə stendi ilə iştirakdır ki, bu sərgidə iştirak Azərbaycan məhsullarının nümayiş etdirilməsinə, tanınmasına köməklik göstərir. Qeyd etmək istəyərdim ki, keçən il biz artıq 10 beynəlxalq sərgidə iştirak etmişik və o sərgidə 68 yerli şirkət iştirak edib və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət iştirak edib və ümumi ixrac əməliyyatlarının dəyəri 18 milyon ABŞ dollarına yaxın müqavilə imzalanıb. Qeyd etmək istəyərdim ki, bu ildə Azpromonun sərgi və beynəlxalq yarmarkalarla bağlı proqramı çox genişdir. Elə bu fürsətdən istifadə edib ixrac potensialı olan sahibkarları daha aktiv şəkildə bizim beynəlxalq sərgi və yarmarkalarda iştirak etməyə səsləyirəm. Bundan əlavə qeyd etmək istəyirəm ki, keçən il olduğu kimi Xalçaçı gününə həsr olunan Xalça festivalının keçirilməsi nəzərdə tutulur 2-4 may tarixlərində. Bu festival Azpromo, Azərxalça və İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunacaq. Festivalın 2 hissədən ibarət olması nəzərdə tutulur və bu il keçiriləcək festival daha iri miqyasda olacaq. Həmçinin də qonşu ölkələrdən xalça sənəti ilə məşğul olan mütəxəssislərin cəlbi nəzərdə tutulur. Festivalın ikinci hissəsi isə İçəri şəhərdə baş tutacaq və İçəri şəhər keçən il olduğu kimi Azərbaycanın mədəni irsi sayılan xalçalarla bəzəniləcək. Konsert proqramları nəzərdə tutulur. Həmçinin də xalça sənəti ilə məşğul olan üstadların dərsləri baş tutacaq. Həmçinin də bu xalça festivalının keçirilməsinin əsas məqsədi də Azərbaycan xalçalarının dünyada tanınmasına nail olmaqdır və festival çərçivəsində Made in Azərbaycan brendi altında Azərbaycan xalçaçılıq nümunələri nümayiş olunacaqdır. Elə bu fürsətdən də istifadə edərəkdən dinləyiciləri xalça festivalına iştirak etməyə dəvət edirik. Sevil xanım, təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün, suallarımıza cavab verdiyiniz üçün.
Minnətdarıq sizə. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin Azpromonun icraçı direktorunun müşaviri Sevil Yəhyayev idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Bizim Facebook və YouTube səhifələrimizi izləməyi unutmayın. Sağ olun.